başlayıram Elnurdan. Elnur, Ülviyəni görək, buradan necə tanıyırsan? Hansı iki məşhur müsabiqənin iştirakçısı olub Ülviyə xanım? Bir Azərstan, Düzdür. bir də Alaturka Düzdür. səfərində. Popstar Alaturka. Düzdür, düzdür, doğrudur. Yaxşı, ay Ülviyə. Elnurun bürcü nədir? Elnurun bürcü məncə səhv etmirəmsə xərçəngdir. Ona oxşar. Ona oxşar. Əqrəb. Əqrəb. Onun üçün mən də hərdən səhv Xərçəng salım. bilirdi. Xərçəng əqrəblə səhv salım. Hə. Amma mən sancıram, sancılası adamlar sancır. Ay, Sudan durunu necə sanca bilərəm? Ya. Ancaq bu insana dəyər verə bilərəm. Ya bu insana dəyər verir. Necə sanca bilərəm? Hə, lazımlı adamlar sancır. Sancılası adamları sancıram. Ay Elnur, Ay canım. bu Novruzda, canım bir bala, bu Novruzda, deyirlər Novruzda küsənlər barışır, yəni çoxdan da qapısını döymədiklərinin qapısını döysən. Elə bir adam olub ki, çoxdan da küsməmişsən, ən azından inciliyi olub, barışmısan, bu Novruzda. Kişi cinsindən olduğumdan, Aha. mən biraz küsülülük mənə çatmır. Ola bilər, məsəl üçün, xoşum gəlmir o insanın hərəkətindən, o insanı ümumiyyətcə sevmirəm, amma onunla da belə onu görəndə salamı verirəm. Salam Allahın adıdır. Ay sağ ol. Hətta uzun müddət münasibətim olmadığım halda insanlar olub ki, valla demişəm ki, qarşıma çıxsa salam versə, salam verəcəm. Eləcə də olub. Ay sağ ol. Vallah deyirəm, bir taat çəkməyəcəm. Ən belə qəti belə münasibətim olmayan bir insanla getmişik Naxçıvana. Yolda salam qucaqlaşmışam, öpmüşəm. Belə hətta ona qədər. Ülviyə siz daşı ataq ətəyimizdən. Bir barışaq. Heç kimlə küsülü olmamışam. Belə insan küsə bilər, Mən kimlərsə. deyəcəkdim, belə insan küsə bilər, belə insana küsmək olar. Yəni heç kimlə hamını çalışmışam, başa düşüm. Yəni lap içimdə, ürəyimdə incisəm də, narahat bildirmə. olsam da, yəni onu biriza vermirəm də, yəni Aha. o insana çox göstərmirəm. İçimdə çəkirəm hər şeyi. Ona Ona görə görə nə gözəl valideynlər dünyaya gətirir. Ay maşallah. Həqiqətən eynən sözü sən də Var deyirəm. Var olsun. Elnur, Ülviyənin səndən başqa kimlərlə dueti var? Mən bir dənə Elçini bilirəm. Elçin, Elçini də bəli. çox istəyirəm. Elçin sonra Bir dənə Elçini bilirəm, başqa kim? birini bilirsən Elçini. Bir də mən də yox. O, sən heç, Başqa kim var? sən heç. Və olur? Könül xanım Ha, Kərimova. o Könül xanımla çox yaxınlığını bilirəm. Könül xanım çox dəyərli insandır. Ay Ülviyə, Elnurun Şoron qrupundan çıxmaq qərarını qətiləşdirən hansı hadisə və kim olub? nə ağır, Özü dəqiq. nə ağır çətinsə. Ağır söhbətdir ya. Aha. Elnur özü deyib, bu hadisəni də danışıb və kimin səbəbkar olduğunu onu da söyləyib. Bəli. Demişsən Elnur. Məni üzüldü say bunu bilmirəm. Özü bilməyəndən sonra hə, özü bilir, özü danışıb. Özüm bilirəm, amma efirdə Allah nə rəhmət demişəm? eləsin Anar Məmmədxanov. Sənə nə demişdi sən Şaron qrupunda oxuyanda? Allah ona rəhmət Allah eləsin. rəhmət eləsin. Bir dəfə doğrudan da. məclislərin birindəyik. Aha. Çox önəmli bir el şənliyindəyik. Anar Məmmədxanov, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gəldi doğrudan. belə elədi. Uşaqlar, sizin başqa mahnınız yoxdur. Mən öldüm, girdim yerə. Allah haqqı, mən geyinəm, mən rəngarəngliyi sevən, mən yenilik titim yox ha, bu nədir? Həqiqətən çox pisimə gələn bir moment olmuşdu. Bəlkə heç o bir Odur, uşaqlara bunu- sual versiniz, heç onlar bilməz onu. O Yadlarında mənim deyil, hə. içimə bir xal salmışdı. Həqiqətən. Nəyə görə? Həm də bir də vaxt çatdırmırdıq. Təsəvvür eləyin ki, Afaq, əzizim Afaq. Can. Elə vaxtımız olurdu ki, əlimizi açırdıq Allaha ki, ya Allah, bezmişik, iş olmasın, yorulmuşuq. Aha, işin olmamağına yalvarırdınız. Əlbəttə, iş olmaması üçün yalvarırdıq Allaha. Təsəvvür eləyin bir gündə ümumi məclis idarə etmək Aha. və həmin idarə etmək günündə də yarım saatlıqlar 4-5 Qaçırdıq millət onu. ölürdü Şeron qrupu üçün. Ay, Çünki ay. Şeron qrupu keyfiyyətli musiqi təqdim edirdi ki, Şeron qrupu məclisə girəndə o qədər o məclisə ələ alırdı ki, bəzən halda elə bilirdilər ki, biz fonoqram oxuyuruq. Vaqif müəllim belə bir şey eləyirdi. Oxuyurduq, bizə tuturuq, Vaqif müəllim Aha, bilirdi. aha. Cemaatla dururdu Vaqif müəllim belə eləyirdi. Mikrofonları salma aşağı. Salırdıq, heç hamı belə eləyirdi. Yox, Vaqif, bana bilməz. Yəni inanmırdılar da.
Afərin. Elnur, Ülviyə uşaq olanda evlərində hansı musiqi aləti olub və Ülviyə o alətdə ifa etməyi bacarıb? Ha, onu bilmirəm. Piyayin olar da məncə. Düzdür. Hələ də ifa eləyə bilirsiniz piyanada? Əlbəttə. Bacarırsınız. Afərin, afərin. Ay Ülviyə, Elnurun uşaqlıq hobbisi nə olub? Şəkil Bəli, bəli. Heykəltaraşlıq. Plastilindən Nə çox gözəl, gözəl nə fiqurlar düzəldir. Nə gözəl mənim qızım kimi. Hə, görürsünüz? Bax, Bütün görürsünüz? cizgi filminin personajlarını hamısını o qədər Ay, nə gözəl, gözəl. nağıllarda hamısını o qədər gözəl düzəldir, inanırsınız valla. Maşallah, maşallah. Elnur, universitet illərində hansı sənətkar Ülviyyənin fakültəsini dəyişib, müğənniliklə peşəkar şəkildə məşğul olmağını istəyib? Ha, onu bilmirəm. Kim olub? Bizim dəyərli sənətkarımız Azər Zeynalov. Ay canım. İncəsənət Universitetində Bəli. bədii yaradıcılıq şöbəsində olmuşam. Aha. O məni müsabiqədə eşidən kimi dedi, öyrəndim ki, sən bizim İncəsənət Universitetində yəni oxuyursan və mən gördüm ki, sən öz sənətin üzrə Deyilsin. deyilsən. Getmirsən. Hə, Aha. ona görə dedi, gəl Mütləq bizim dəyişmək lazımdır. solo oxuma, amma çox təəssüflər olsun ki, edə bilmədik. Çox yəni çalışdı, Azər bəy də çalışdı, amma alınmadı. Ha, ixtisası dəyişmə. Dəyişə bilmədi. Ay Ülviyə, illər öncə hansı bəstəkardan incidiyini Elnur bu yaxınlarda açıqlayıb? Onu xəbərləri elədilər. Ay Allah, elə pis oldum mən. İnciməmişəm, mən travma verib. Qula eşidib. Yəni o qədər. Hə, travmalı. Mahnı qoymadı. Qoymadı deyil, dedi ki, mahnım belə. Mən dedim, nə olur oxumayacağam. Hansı mahnını oxumusan, bir dənə de, bilsin də, bilmir də. Gecələr bulaq başına oxumuşdum. Aha. Mənə dedilər ki, bəs siz niyə belə oxumusunuz? Bunu belə olmaz. Dedim, problem deyil, oxumayacağıq. Elca xanım. Mahnını dayandırdım, keçdik başqa mahnıya. Həlvacını oxudum onunla. Və Həlvacı da sevildi, seçildi ki, o biri mahnı heç yada da Elza düşmür. İbrahimovanın. Bəli, bəli. Heç vaxt. Heç oxumursan, radiolarda Heç getmir. Heç var və o ümumən Odur, budur, saxladım və salam. heç mahnı alboma getdi. Alboma getdi. Amma oxumuram, yox. Və belə Mənim o xatirədə. qədər oxunması məni o mahnılarla, yəni sevildiyimin səbəbi o mahnılar olub. O mahnıları qoyduğum yerdən niyə o birisiləri oxuyum ki? Hansı ki o mahnılarla mən sevilmişəm. Sənin o qədər mahnıların var ki. İllər Hamısını gələcək. əzbər bilirəm, sən mahnılarla. Açıq deyirəm, illər gələcək. Necə ki bugün deyirlər belə, o gündə gələcək bizim oxuduğumuz bu mahnılar o mahnıları elə üzərinə keçəcək ki. Mən 1 yaşının mahnısını oxuduğumu bugün zəng edirlər ki, o qızın toyudu, yalvarır ki, mənim toyumda. Belə baxıram. Yəni bu elə belə bir şey deyil. Əlbəttə ki. Bu cür insanı mən orada kimisə mən söyməmişəm ki, burada durub belə şeylər yazılır. Demiş mənə sual verdilər ki, siz indi çıxan gənclər sizin mahnılarınızı oxusa necə qarşılayırdım ki, gözəl qarşılayaram. Ona görə ki, mən vaxtı ikən bu şeydən travma almışam. Aha. Demədim, filan kəs pis adamdır. Yox. Dedim o insandan bu cür travma aldım. O şeyi gördüyüm halda mən kiməsə travma verərəmmi? Həyatı boyu. Bir tək onu deyirəm ki, mənim əzizlərim. Mənim repertuarımda nə qədər mahnılar var, qurbandır, oxuyun. Yalnız və yalnız müəlliflərinin icazə alın. Aha. Müəllifi olduq. Amma Bəli. mənim bəstələdiyim, götürün qurban da oxuyun. Öləndə mahnı aparacağım özümlə. Həqiqətən. Amma Güya sənin bizim- də öz siyasətin var ha. Hər mahnında elə boğazlar eləmisən, elə toxunuşlar eləmisən ki. İnsan oxuya xətrini bilməz. Kim də onu əl vura bilmir. Amma də, inanın ki, necə Mahnının boğazlar dadını eləm. duz O eləyir. mahnılarda o cür oxuyurlar. Mən sənə deyim ki, sən ümumiyyətlə ağır mahnılar ifa eləyirsən. Mən evdə də belə Sən yapıyorum. neynəsən də sənə hər şey Afaq, yaraşır. evdə üzürsəm, Hə. yoldaş çox üzürsəm hər kəsən uşaqlarıma şort geyindirəndə deyirəm, bunlar kişi xeylağıdır. Bu nədir? Yəni şort geymək olmaz. Nə xoşlamıram. Uşaqların xarakteri də oldu. Geyindirirlər, yaydı, hə, yaydı. Əlbəttə ki, əlbəttə ki, əlbəttə, vaxtı hə. olanda. Hə. Amma bəzən sevmirəm. Şortçikoları biraz belədir hardasa. Dizdən aşağı. Vay, yaxşı ki, sənin qızın olmuyor. Onlar, Yaxşı ki, mənim sənin qızım qızın olsa olmuyor. onu heç kim görməz sifətini. Doğrudan görməz. Elnurun danışıb gülməyinə belə baxmayın ki, Afaq xanım. O başqa cürdür biraz. O mənlə danışanda arada məsələn də ev haqqında bəzi sözlər deyir. Deyirəm, doğrudan Elnur sən beləsən. Mən heç inanmazdım ki, sən bu qədər ağır Yəni belə xarakterdəsən. insan gəlsin show biznesin tam Vallahi, mərkəzinə mənim çıxsın. Mənim xoşum Amma gəlmir niyə bu burada belə da olsun. öz- Mənim xoşum gəlmir. Mən inanmadım.
Açığı. O qədər müsbət enerji Çox insandır. müsbətdir. O Mən qədər, deyirəm, hə, insan bayramdır, gülər, içində danışar. Mən bayramdır. deyirəm, ay, nə bəxtəvərdir də bu evdəkilər. Amma sonra baxıram ki, Maşallah olsun. yox, biraz Evdekilerin vakti verdi hakikaten. Evdəkilər Yəni nə bəxtəvərdir barədə? həqiqətən, Nə əlbəttə ki. barədə? Özün bilirsən nəyi nəzərdə tuturam.